ABŞ İranın infrastrukturunu bir saat ərzində məhv edə bilər. Lakin belə addımlara əl atmaq istəmir. Bunu Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump Fox Business telekanalına müsahibəsində bildirib. Məsələn, biz bir saat ərzində onların bütün körpülərini dağıda, bütün elektrik stansiyalarını məhv edə bilərik. Amma biz bunu etmək istəmirik. Çünki bir gün onları bərpa etmək lazım olacaq. Bir körpünün bərpası 10 il çəkir. Hətta siz Trump olsanız belə bu çox vaxt aparır. Trump qeyd edib ki, əgər İran nüvə silahına sahib olarsa, uzun müddət mövcud ola bilməyəcək. Çünki ABŞ ona zərbə endirəcək. Ağ Ev rəhbəri həmçinin NATO-nu tənqid edib. O, İranla müharibədə ABŞ-yə dəstək verməyən ölkələrin bunun nəticələri ilə üzləşəcəyi barədə xəbərdarlıq edib. Əgər onlar bizimlə olmayacaqlarsa, niyə biz hər il NATO-ya milyardlarla dollar xərcləyirik? Əgər onlar İran məsələsində bizimlə deyillərsə, deməli İranla müqayisədə daha böyük məsələdə də bizimlə olmayacaqlar. Donald Trump'ın tənqidinə baxmayaraq Böyük Britaniya İranla müharibəyə qoşulmaq niyyətində deyil. Belə bir açıqlama ilə isə Böyük Britaniyanın baş naziri Keir Starmer parlamentdə çıxışı zamanı vurğulayıb. Bu bizim müharibəmiz deyil. Göstərilən təzyiqlərə baxmayaraq mən fikrimi dəyişdirmək və güzəştə getmək niyyətində deyiləm. Bu müharibəyə qoşulmaq milli maraqlarımıza uyğun deyil və biz bunu etməyəcəyik. Qeyd edək ki, ABŞ prezidenti Donald Trump daha əvvəl ABŞ ilə Böyük Britaniya arasındakı xüsusi münasibətlərin çətin dövrdən keçdiyini bəyan edib.